Şənbə günü mərkəzimizdə Valideyn Məktəbinin növbəti maraqlı bir təlimi baş tutacaqdır. Düzgün peşə və ixtisas seçimi etmək istəyən hər kəsi, bu mövzu ilə bağlı övladını düzgün istiqamətləndirmək istəyən valideynləri bu görüşə dəvət edirik. Biz övladımızdan çox tez-tez soruşuruq: kim olacaqsan? Amma az hallarda soruşuruq: nəyi sevirsən, nəyi bacarırsan, hansı iş səni daha çox xoşbəxt eləyə bilər, deyilmi? Məhz bunlar üçün düzgün ixtisas və peşə seçimi çox önəmlidir. Çünki ixtisas seçimi təkcə universitetlə kifayətlənmir. Düzgün ixtisas və peşə seçimi uşağın özünə olan inamının, gələcək həyat məmnuniyyətinin seçimidir. Məcburiyyətlə verilən qərarlar, məntiqə sığmayan seçimlər övladımızı sevilməyən peşələrin sahibi edir. Övladlarımızın arzularını bəzən valideyn olaraq qorxularımıza, bəzən isə cəmiyyətin prestij anlayışına qurban veririk. Bir sözlə, övladınızın gələcəyini təsadüfə buraxmaq istəmirsinizsə, onu anlamaq, doğru istiqamətləndirmək, gələcəkdə sevdiyi bir peşənin başında görmək istəyirsinizsə, bu təlimimizə qoşula bilərsiniz.